Salam, hörmətli həmvətənlərimiz, Azərbaycanlılar. Bugün biz Amerikadayıq. Massachusetts ştatının Boston şəhərində. Gördüyünüz kimi Azərbaycanlılar, yəni vətənsever insanlar toplaşıblar. Əsasən də mənim Avropadan Amerikaya gəlməyimi qeyd edirlər. Burada insanlar öz fikirlərini bildirəcəklər. Birinci onu demək istəyirəm ki, deyirlər ki, Azərbaycanlılar birləşməyi bilmir. Mən bu qədər insanın Amerika Birləşmiş Ştatlarında bura toplanmasını böyük birlik sayıram. Bu həddindən artıq böyük bir birlikdir. Fəxr edirəm və doğrudan da qürur duyuram ki, bugün bu qədər Azərbaycanlı bura toplaşıb Azərbaycanımızda olan ədalətsizliyə, haqsızlığa qarşı laqeyd qalmayıb və öz fikirlərini bildirəcəklər, suallar verəcəklər, cavablar verəcəyik, biz də suallar verəcəyik. Yəni səmimi olaraq burada 20 dəqiqə, 30 dəqiqə fikirlərimizi bir-birimizə çatdıracağıq. Əsasən dostlar, çalışmalıyıq ki, son hadisələrə fikir bildirək. Yəni doğrudan da mən heç özümü kənara qoyuram, mənim ailəmə qarşı olan söhbətləri kənara qoyuram. Mehman Hüseynovun tutulmasını bir faciə kimi qəbul edirəm mən. Siz də öz fikrinizi bildirə bilərsiniz, suallar verə bilərsiniz. Nəysə, danışaq, biraz fəal olaq. Çünki Azərbaycanda bizi izləyirlər. Vətənimizdəki insanların doğrudan da inanılmaz ümidi var xaricdə yaşayan vətənsever, vicdanlı Azərbaycanlılara. Doğrudan da mənə yazılan mesajlardan görürəm ki, ümid bizədir. Çünki bildiyiniz kimi, əgər bizim fəaliyyətimizə görə Azərbaycanda bizim ailələrimizə təcavüz olunursa, yəni orada fəaliyyət göstərənlər bilirsiniz, mümkünsüzdür. Amma yenə də sağ olsunlar, bugün türmələrimiz, təcridxanalarımız doludur siyasi fəallarla, siyasi məhbuslarla. Mehmanın özü necə cəsarətlə işləyirdi, tutulması. Yəni onu göstərir ki, Azərbaycanda da vətəndaşlarımız, xalqımız sakit, yəni bu ədalətsizliyi, haqsızlığı qəbul eləmir. Mübarizə davam edir. Biz də daha fəal olmalıyıq. Buyurun. Sual, cavab, ya bir-birinizə sualınız. Hər hansı bir fikir bildirmək istəyən varsa, buyursun, desin, danışsın. Ümid, nidaçı olaraq mən istəyərdim Əli danışsın bu barədə. Çünki Əli biraz əvvəl mənə dedi, siqaret fasiləsindəki Rəşadətin kitabının, Rəşadətin daha doğrusu tərcümə elədiyi Kapuscinskinin kitabının Amerikada təqdimatını keçirmək istəyirlər. O barədə danışsa daha yaxşı olar. Çünki o kitabın onsuz da kitabdan gələn gəlir siyasi məhbus ailələrinə verilirdi. Ona görə məncə çox yaxşı təşəbbüsdür. Əli danışsa daha yaxşı olar. Salamünaleyküm. Bütün Azərbaycan xalqını salamlayırıq buradan və Azərbaycanda mübarizə aparan, həbsdə olan, son 20 ildə İlham Əliyevə qarşı çıxan hər bir insan bilməlidir ki, onun elədikləri heç vaxt unutulmayacaq. Bütün Azərbaycanlılar adından, yəni bura yığılmağımızda məqsədimiz odur ki, yəni biz göstərmək istəyirik ki, rejimə, bax Orduxan, elədiklərin heç biri boş qalmır. Təşəkkür edirik sənə elədiyin hər bir şey üçün. Yəni özü, yəni Hollandiyada yaşasa da, yəni əslində bizim burada oturan hər birimiz, Azərbaycandan kənardaşan hər bir insan. Yəni maşın, ev, iş, biznes, hər şey var. Əgər bizdə kimsə nəsə eləyirsə, hamısı vətənini sevib eləyir. Yəni heç kim, necə deyim, bizə yazırlar ki, oturmuşsunuz Amerikada, oturmuşsunuz xaricdə, danışırsa danışmağa nə var ki? Yəni danışmağa nə var ki? Danışacaq şey çoxdur ki, danışırıq. Bəli də danışır deyə ailəsinə təzyiq edirlər. Yəni 2 yaşlı körpəni siz xəstə körpəni aparırsınız polis bölməsinə. Bu heç bir insaniyyətliyə, heç bir mənəviyyat,
Yəni bunun dünyada heç bir adı yoxdur, yəni bu cür hərəkətin. Yəni bütün orada iştirak edən hər bir insan bilməlidir ki, yəni bu iyrənclikdə iştirak edən, yəni istər işgəncələrdə olsun, istər nə bilim ailələrə təzyiq olsun, insanları çörəklə sınağa çəkmək olsun, bu şərəfsizlikdir, yəni sizin elədiyiniz. Yəni mübarizə aparırsınız, yəni insanlar sizdən bəli, heç kim İlham Əliyev, yəni sizlə heç kim dünyada, yəni sizlə razı olacaqlar deyə bir şey yoxdur. Yəni hamı sizin dediyinizi deyəcək deyə bir şey yoxdur. Even Peyğəmbər sallallahu əleyhi və səlləmdən belə heç kim razı deyil. Yəni o qədər qarşı çıxan vardı. Dünyada elə bir lider, elə bir insan yoxdur ki, hamı ondan razı olsun. Eyni ilə də sizlə. Bu qədər insanı yəni vətənindən didərgin salmısınız. Nə bilim, hər cür şeyi eləyirsiniz. İndi siz deyirsiniz ki, biz hamını susaq, siz nə deyirsiniz, bunu da yola verək, onu da yola verək, seçkini də saxtalaşdıraq. Siz nə deyirsiniz, biz eləyək. Yəni elə bir dünya yoxdur, yəni. Yoxdur yəni elə bir dünya, biləsiniz. Yəni bura yığılan hər kəs, ümumiyyətlə çox insan isə çox şey demək istəyir. İnanın mənə, yəni Azərbaycan xalqının 80% isə nifrət eləyir. Sizin rejiminizə, sizin hərəkətlərinizə, attitüd, hər bir şeyinizə. Amma bugün siz güclüsüz deyə, əzirsiniz deyə, bizi çörəklə, ailə ilə, namusla sınağa çəkirsiniz deyə çox adam dinmir yəni. Amma bilin ki, bir gün dinəcəklər. Və o dinəndə də yəni hər şey tam fərqli olacaq. Bir daha hər kəsə təşəkkür edirəm və onu da bildirmək istəyirəm ki, Rəşadət Axundovun kitabı gələcək, yəni daha doğrusu gəlib. Biz onun burada siyasi məhbus ailələrinə yardım kampaniyası adı altına bir tədbir təşkil edəcəyik. O kitabın təqdimatı olacaq. Burada olan bütün dostları da ora dəvət edirəm. Və indi kimsə bizi izləyirsə, Amerikada yaşayan Azərbaycanlılar, sizi də ora dəvət edirik. Biz orada Facebookda qrup açacağıq və açıq qrup olacaq. İstəyən hər kəs dəvətlidir. Günü, tarixi və yeri barədə məlumat veriləcək. Təşəkkür edirəm. Mən də həmçinin öz növbəmdə bütün Azərbaycan xalqını və yığışan Azərbaycanlıları, burada tanıdığım Azərbaycanlılar da var, tanımadıqlarım da var. Görüşdük, tanışdıq. Hamısını salamlayıram. Yığışmağımızın məqsədi, əslində deyiləcək söz çoxdur. Yəni, buna vaxt yetməz, yəni. Burada oturub hər şeyi müzakirə eləməyə vaxt yetməz. Amma əslində isə, yəni, deyiləcək, yəni, o həqiqətlər çoxdur. Amma bugün yığışmağımızın səbəbi məhz Mehman və Orduxana qarşı olunan təcavüzdür, terrordur. Mən buna terror deyirəm, çünki əgər bir insanın yəni, ailəsi öz ölkəsində polis tərəfindən, yəni heç bir günahı olmadan həbs olunursa, 2 yaşlı uşaq polis bölməsinə aparılırsa, yəni bu təcavüz də deyil, bu terrordur, yəni bunun başqa bir adı yoxdur. Həmçində Mehman, yəni bildiyiniz kimi Mehman da yəni, öz növbəsində öz etirazını bildirirdi, dəfələrlə məmurların, rüşvətxor, nə bilim, puldan gözü doymuş deyə, onlara söz tapmaq belə mümkün deyil, yəni sözlə yəni, ifadə eləmək olmur. Yəni, söz tapa bilmirik bir sözlə. Onları ifşa eləməklə məşğul idi, amma son məqamda, belə deyək də, ən müqəddəs, ən toxunulmaz fiqur sayılan bizim yeni vitse-prezidentimizə söz atdı. Əslində söz atmadı, həqiqəti söylədi. Yəni, o heç nə söz atmadı, sorğu keçirdi. Hamıdan fikrini soruşdu. Necə ki, biz burada bir-birimizdən fikrimizi soruşuruq, bir-birimizə suallar veririk, müzakirə edirik. O da həmçinin. Və bunu ona çox gördülər, həbs elədilər. İndi isə yəni, heç bir günahı olmadan, yəni Mehman yəni, heç bir günahı olmadan içəridə yatır. Yəni, hətta yəni, Mehman dəfələrlə deyib, yəni, orada neçə dəfə məhkəmə keçirilib, adamın şəxsiyyət vəsiqəsi yoxdur, adam qeydiyyatda yoxdur. Yəni, adamın yəni, ismi olmadan adama qərar verilir, qərar çıxarılır ki, bu adam 2 il həbs yatmalıdır. Heç bir günahı olmadan, şəxsiyyət vəsiqəsi olmadan. Yəni, bunlar hamısı, belə deyək də, faktdır. Yəni, bunu hamı bilir, hamı görür, yəni, heç kim danmır. Danan özləridir, yəni, başqa yolları yoxdur çünki. Bir də onu da vurgulamaq istəyirəm ki, yəni, tək Mehman, tək Orduxan yox, ümumiyyətlə, bu olunan hər bir şey, yəni, belə deyək də, sabah bizim də başımıza gələ bilər, bizim də yaxınlarımıza, bizim də ailələrimizə, yəni bu cür terror
yəni törədilə bilər. Yəni bu qaçılmaz yəni. Bunu gözə almaq lazımdır yəni. Mənə elə gəlir gözə almaq lazımdır. Doğrudur. İkinci bir şey isə mənim ən çox təəssüfləndiyim bir şey belə deyək də, burada oturan Azərbaycanlıların hamısı deməyək, yəni əksəriyyəti hansısa bir işlə məşğul. Yəni xarici ölkədə, yəni xarici dildə danışır, yəni adam tam, yəni bu ölkədə tam deyil də, tam məskunlaşmır. Adamın yəni belə deyək də, buranın vətəndaşı belə deyil. Amma nələrsə eləməyə çalışır. Bu onu göstərir ki, yəni biz bacarıqlıyıq yəni. Biz burada belə baş çıxarmağa çalışırıq. Yəni görün indi bu dövlət, bu hökumət bu gənclərə biraz şərait yaratsaydı, yəni bu gənclər o dövlətə hara aparardı? Yəni mən düşünürəm ki, bu yəni məqsədli şəkildə olan bir şeydir. Bizim təhsilimiz, yəni ölkənin ən güclü dayağı, yəni gənclərdir, təhsildir. Yəni onun təhsilini kəs, yəni manqurtlaşdır, bəsdir, yəni o ölkədən ölkə olmayacaq. O ölkə yəni istədiyi kimi idarə edəcək, diktantla hər bir şeyi pulla idarə edəcək. Yəni mən buna təəssüflənirəm. Yəni təhsilimiz, hər şeyimiz. Yəni bu elə belə təsadüfi olan bir şey deyil. Yəni bu tam məqsədli qurulmuş bir siyasətdir. Bu millət manqurtlaşdırılmalıdır. Bu millət savadsız olmalıdır. Bu millətin savadlı nümayəndəsi olmamalıdır. Yəni valla, yəni əlimizdən gələn hələ ki budur, yığışırıq, öz fikirlərimizi ifadə edirik. İndi inşallah yəni bundan da çoxla nail olacaq. Yəni bu qədər, yəni əslində deyiləsi söz çoxdur, yəni amma ki hələlik bu qədər, yəni söz demək istəyən çoxdur. İstəyirəm hamı öz fikrini. Ümumiyyətlə hər kəsin etiraz etməsi fərqli olur. Məsələn, Mehmanın etdiyi etiraz, yəni çəkdiyi videolar, onlar daha belə daha aqressiv idi. Amma elə insanlar var ki, həqiqətən sözləri var və bunun sadəcə olaraq etirazlarını bildirirlər və əsas baş rolda olanlar Orduxan bəy və Mehman və başqa onlar kimlər idi. Və bizim burada yığışmaqda məqsədimiz odur ki, biz onların davam demək dəstək oluruq. Çünki onların etirazına biz də yəni biganə qalmırıq, biz də etiraz etdiyimizi bildiririk və bizim burada olub live etməyimizdə məqsədimiz də odur ki, Azərbaycandan məcbur deyil nəsə bir video çəkəsiniz və ya nəsə bir nələrsə şiddətli bir şeylər edəsiniz. Əksinə, yəni gördüyünüz haqsızlığa sadəcə biganə qalmamanızı istəyirik. Bizim burada yəqin ki, hamımızın olmamızda məqsəd də budur ki, heç kim haqsızlığa, yəni azad sözün qarşısına alınmasına biganə qalmamalıdır və buna tam əksinə olaraq üzərine doğru getməlidir. Başqa yolla Azərbaycan daha da pis vəziyyətə, bərbadlığa, daha da pis vəziyyətə düşəcəkdir. Ona görə də biz bunun qarşısını almaq üçün hamımız bu cəmiyyətə bu haqsızlığı yox deməliyik. Mən qardaşın sözünə qüvvət olaraq, yəni onun hansı ki deyir, millətin təhsilin əlindən al, yəni o manqurtlaşmağa doğru gedir və həqiqətən belə biraz dərinə gedəndə, yəni baxmaq olar ki, bizdə təhsil pullandır. Yəni hər bir təhsildə atılan hər bir addım adi belə deyək də abituriyentin universitetə qəbul imtahanı üçün qəbula imtahan verməsi üçün hər bir verdiyi imtahan belə pullandır. Yəni hər bir addımda pul var. Yəni adi belə bir məktəbdən götürək, bir sözü qoyub o birisine keçirəm. Deməli, Mandira filozofu deyilən bir türk kinosu var. Orada adam öz uşaqların pullu məktəbdə oxutdurur və gəlir Mandira filozofu deyilən, yəni onu hamı elənisinə adlandırır, həmin adamı. Yəni o filozofdur, yəni onun fikirləri ilə heç kəs razı olmur. Deyir ki, sənin oğlun hara gedir? Deyir ki, yəni okula, deyir, yəni pullu mu? Deyir, hə. Deyir, bax, sənin oğlun öyrənci deyil, deyir. O bir
Yəni ona öyrənci demək olmaz. Çünki sən onu pul verib, əgər ilkokulu deyir ki, pul verib oxutdurursansa, deməli bu öyrənci ola bilməz. Sən oğlunu çıxartdır həmin okuldan, yatızdır pulsuz okula. Nəsə bu həqiqətən də bu belə eləyir. Yəni bizdə bu dəqiqə məktəblər belə hamısı yəni pullandır. Bütün məktəblər hamısı pullandır. Yəni pul olan yerdə də heç vaxt mən belə fikirləşirəm ki, təhsil ola bilməz. Bugünkü Hamını salamlayıram. Mən də bir Azərbaycanlı kimi, Azərbaycanlı bir gənc kimi söz demək istərdim. Bütün bizim uşaqlarımız hamısı sözlərini dedilər. Orduxan çox sağ olsun ki, gəlib, çoxdan gözləyirdi Orduxanı daha doğrusu. Bir qəhrəman kimi gözləmirdi, bir Azərbaycanlı kimi gözləyirdi. Gördüyü Orduxanı, yəni təsirləndiyi bəzi məsələlər var ki, sosial şəbəkədən məlumat alırdı. Yəni bu 2 yaşlı uşağın həbsxanaya getməsi, yəni çox absurd bir məsələlərdir. İnsan baxır, özü düşünür. Yəni Orduxanın başına gəldiyi kimi mənim başıma gəlsəydi, mən özüm necə düşünərdim, bu cür şeylər. Yəni çox dəhşətli hal-hazırda. Yəni bu qədər də deyildi. Yəni bu sosial şəbəkənin bu qədər belə zərbə vurması, yəni heç kim tərəfindən belə gözlənilməzdi məncə. Orduxan və Mehman, yəni Mehman bu dəqiqə içəridə olduğundan, yəni həbsdə olduğundan bəlkə də bizi izləyə bilmir, bəlkə də onu çatdıracaqlar. Yəni onunla da yəni bu dəqiqə burada bütün Azərbaycan gəncləri fəxr edir ondan. Ən azından bizə çatdırır. Yəni Azərbaycanda nə baş verir, nə olur? Yəni görürük, hər şeyi eşidirik. Yəni bir Amerikada yaşayan Azərbaycanlılar adından demək istəyirəm ki, yəni burada bir toplanan bəlkə də bir 30 nəfər adam var. Düşünün ki, yəni bu Azərbaycanlıların sayı bəlkə 200 nəfərdir. Yəni buraya yığışan insanların sayı bəlkə 10%-lərə. Yəni vaxt olmadı, yəni bu cür şeylər məsələsi var. Yəni burada bir çox, yəni dəstək olan insanlar da çoxdur Azərbaycana qarşı. Yəni Azərbaycanda olan haqsızlıqlara qarşı. Yəni mən öz adımla da deyirəmsə, yəni burada toplanan insanlar da deyir. Yəni bilin ki, yəni 300 nəfərdə, 400 nəfərdə, yəni Boston ətrafında insanlar var. Yəni onlar da bu bizə qatılırlar. Yəni belə istərdim ki, yəni hakimiyyət bu cür yəni zülmkar, yəni olunan terror hər şey yəni sona olsun. Bizim məsələmiz, yəni bizim istəyimiz hər şeyin yaxşı olmasıdır, yəni bizim arzularımız, istəklərimiz. Orduxan və Mehman, onlar olmasa da biz varıq burada, onlardan götürürük. Böyük bir fəaliyyətimiz olmasa, ən azından buraya yığışmağımız, bir Azərbaycanlılar kimi yığışıb nəyisə müzakirə eləməyimiz, mənim üçün, yəni bəzi Azərbaycanlılar üçün də bəlkə böyük bir şeydir, yəni vaxt çatdırırıq, yəni bizim vəziyyətimizdən bəlkə xəbər olmayanlar da var, yəni sadəcə Orduxanın gəlişi deyil, yəni məsələ burasında deyil ki, yəni Əli var burada, yəni aktivist insanlardan, yəni həmişə toplanırıq, danışırıq bu məsələlərlə bağlı, yəni susmuruq biz də burada, yəni biz burada durmağımızda, yəni siz yadımızdasınız, yəni hər şey yadımızdadır, haqsızlıqlar yadımızdadır, yəni səsimizi biz də ucaldırıq, yəni biz buradan dəstək oluruq, yəni onu bilməyinizi istəyirəm, yəni bu qədər. İcazənizlə mən də bir neçə söz demək istəyərdim. Yəni biz özümüz Amerikada yaşayırıq, Azərbaycandan 1000 kilometrə uzaqdayıq, amma yenə də izləyirik hər gün nə baş verir Azərbaycanda. Necə hər gün Azərbaycan günü-gündən dala gedir, orta əsrlərə gedir, yəni qanunsuz bir rejim qurulub Azərbaycanda. Yəni bizim bugün bu qədər insan bura yığılmağı təkcə Orduxan bəylə görüş üçün səbəb bu deyil. Biz bu qədər insan mövqe bildirir burada. Yəni burada gəlib oturmağı mövqe bildirir ki, bizim mövqeyimiz odur ki, bu haqsızlıqlar sona yetməlidir. Bu haqsızlıqlara qarşı biz duruşumuzu göstəririk. Nəinki Orduxan bəy, nəinki Mehman. Hər gün biz oxuyuruq ki, 2 gənc, 3 gənc partiya mənsubiyyəti olsun ya olmasın, aktiv olsun. Sadəcə olaraq öz fikrini bildirdiyi üçün 30 tutqalıq, 2 aylıq ya da şərlənərək bir neçə illik həbs olunur. Yəni bu yol verilməz bir şeydir. Artıq dözülməz vəziyyətə gəlib çıxıb. Yəni bunun artıq heç bir izahı yoxdur. Artıq bizim gənclərimiz yəni bu qədər həm xuliqan, həm narkoman ola bilməz yəni. Bunun yəni səbəbi tək odur ki,
Əliyev rejimi düşünməyi qadağan eləmək istəyir Azərbaycan gənclərinə. Yəni düşünməyəcəksiniz. Sizə nə deyiləcəksə onu eləyəcəksiniz. Yəni biz sizə nəzarət edirik, biz sizə izləyirik, gözümüz üzərinizdədir. Biz nə deyiriksə, nə diktə eləyiriksə onu da deməlisiniz. Bu belə şey qəbul olunmazdır. Hal-hazırda 20-ci əsrdə qəbul olunmaz bir şeydir. Yəni ölkələr yeni elmi kəşflər eləyir, nailiyyətlər, planetlər, yeni planetlər tapır. Biz hələ də ən adi bir haqq olan söz azadlığını təmin edə bilmirik. Yəni onun üçün mübarizə aparırıq, vuruşuruq və onun da cəzası çox ağır olur. Nəinki insanlar, hal-hazırda Əliyev rejimi şəxslərlə mübarizə aparır. Şəxslərə qarşı yəni öz nifrətini göstərir. Və bu bizim əsas amalımız budur ki, biz şəxslər tək mübarizə aparmasın, tək fəaliyyət göstərir. Bunlar artıq biz birləşməliyik və müəyyən bir kütlə halında bir hərəkət eləməliyik. Yəni əlbəttə ki, qanun çərçivəsində və bu yeni üsullarla, yeni yollarla hər hansı bir yol axtarmalıyıq, tapmalıyıq ki, bununla qarşı necə biz mübarizə aparaq. Yəni bunu bütün dünyaya çatdırmalıyıq. Günü-gündən daha da çox çalışmalıyıq. Bütün dünya artıq bunu bilsin. Bilsin ki, Azərbaycandakı rejim doğrudan da analog olmayan rejimdir. Yəni bu boşuna deyilmiş şey deyil. Doğrudan da heç bir yəni klassik diktaturada belə bir şey yoxdur. Çox iyrənc bir rejimdir. Yəni bunu demək istəyirəm. Hamınızı salamlayıram, dəstəkləyirik sizi. Bir şey əlavə eləmək istəyirəm, bağışlayın sözümü kəsirəm. Görün, gətirib hansı səviyyəyə çatdırıblar ki, durmadan separatizmlə məşğuldular. Xalqları parçalayırlar, ölkəmizin içində yaşayan, yəni gətirib ailələrə qədər çıxardıblar. İndi demək, görün, burada bir məna var. Mənim qardaşımla bacım oğlunu içəridə tutmaqla onları mənə düşman etmək istəyirlər. Yəni, onlar mənə düşmən olsun. Ki, baxın, Orduxan əgər hakimiyyətə qarşı bu hərəkətləri eləməsəydi, siz indi içəridə olmazdınız. Yəni, görün, nə qədər evlərin içinə girərək ailələri belə parçalayırlar ki, dövləti daha rahat, bu xalqı daha rahat idarə edə bilsinlər və öz rejimlərin yaşatsınlar. Ya bu hara qədər çəkiləcək? Bir də ki, sosial şəbəkələrdə trollar, nə bilim, saxta profillər. Ya bunu siz nə vaxta qədər saxlaya bilərsiniz? Yəni bu insanlar nə vaxta qədər o saxta profillərlə girib mənim videolarımın, paylaşımlarımın altından mənim anama, bacıma söyəcək. Yəni bu insanlar düşünmürlərmi ki, siz bununla nə etmək istəyirsiniz? Yəni hara qədər gedə bilərsiniz? Siz əgər imkanınız varsa, qorxmursunuzsa, Facebook olan bir şəbəkəni dövlətə girişin bağlayın. Yoxsa Orduxanı burada susturun, Mehmanı orada susturun. Bir də ki, ailələrə təzyiq etməklə. Görün hansı səviyyəyə gəlib ki, açıq şəkildə elan edirlər ki, Azərbaycanda ailələr var. Ailələr var. Dövlətçilikdən söhbət gedə bilməz. Yəni bir dövləti idarə edən adam bir şəxsə görə onun ailəsini cəzalandıra bilməz. Stalin belə cəzalandırmırdı. Kimisə kimə görəsə. Hər kəsi özünə görə. Hətta bizim atalar sözü var ki, Qurani Kərimdən deyirlər. Ya bilmirəm, indi bu bir dənə hədisdir, nədir? Keçini keçi dabanından asırlar, qoyunu da qoyun dabanından. Amma bunlar götürüb keçini qoyun dabanından asırlar, qoyuna da deyirlər ki, sən keçisən. Ya bu qədər də olmaz, bu qədər gülüşlük olmaz yəni. Dostlar, suallar verənlər, danışanlar kim yenə varsa əlavələrini eləsinlər yəni. Bütün Azərbaycanlıları salamlayıram. Burada qısa danışacağım əslində. Burada siyasi məhbus olan belə də Mehman, sonra bu heykəl məsələsində olan bu siyasi məhbusların valideynlərinə buradan səbir diləyirəm. Orada ən çox əzab çəkən, ən çox necə deyək, mənəvi əziyyət çəkən olan valideynləridir. Buradan yəni valideynlərə demək istəyirəm ki, yəni sizin çəkdiyiniz o istirabları ən azından biz də çəkirik. Yəni biz də özümüz də hiss edirik. Buradan valideynləri əsasən sözüm ondan ki, səbir diləyirəm, narahat olmasınlar. Onlar kimdə, yəni biz də fikirləşirik. Yəni bu gəncləri susturmaq mümkün deyil.
Ümit danışma. Yəni bəlkə Onu diyecektim ki, bayaqdan oturmuşuq. Heç kim bir-birinin 2 gün sonra bayramdır da, bu qədər Azərbaycanlı yığılıb bir yerə. Bayram yadımıza düşmür. Mən sizə Çərşimizə bax. Çərşənbə idi. Mən indi yadıma gəldi ki, bayramdır 2 gün sonra bu qədər Azərbaycanlı yığılıb heç də elə bir heç bayram olmayacaq. Danışdığımız mövzulara bax, mehman, heykəl məhbusları. Mən elə onu ümid edirəm ki, əslində ümid eləmirəm, yalan deyirəm. Onu arzulayıram ki, sizə özümüzə 1 il, 2 il sonra heç olmasa yığılanda bayramdan danışaq. Əsl bayram. Əsl bayramdan danışaq. Hamı desin bayram Bayramımız mübarək, gözəl xalqımız. Heç nəyə baxmadan, yəni bizim atalar sözü var. Xeyrin xeyir yeri var, şərin şər yeri var. Bizim də taleyimizə bu yazılıb. Azərbaycanda doğulmuşuq, Azərbaycanlıyıq. Vətənimizi heç kimdən az sevmirik. Qarabağımızı heç kimdən az sevmirik. Yəni vətənimizlə ürəyimiz çırpınır. Bayramımızı təbrik etmək olar. Vaxtında Novruz bayramı olacaq. Çərşənbə bayramı keçdi. 2 gündən sonra da Novruz bayramı gəlir. Bütün xalqımıza gözəl bayramlar arzu edirik. Heç bir keçəlin başında yumurta qırmağı heç kimə tövsiyə etmirik. Yəni bu bizim xalqımıza yaraşmayan bir hərəkətdir ki, hər hansı bir kişi başqa kişinin başında yumurta qırır. Yəni bu zarafat da olsa, bu bir nə bilim bir yumor da olsa lazımsız bir yumordur. Tövsiyə edirik ki, bunu heç bir kişi etməsin bir daha bizim ölkəmizdə. Bütün insanlarımız xoşbəxt olsun. Azərbaycanımız doğrudan da azad Azərbaycan olsun. Demokratik Azərbaycan olsun. Biz də başqa xalqlar kimi ən azından Gürcülər və Ukraynlar kimi qürurla deyək ki, biz azad Azərbaycanın, demokratik Azərbaycanın övladlarıyıq, vətəndaşlarıyıq. Utanmadan deyək ki, Azərbaycanlı. Onsuz da utanmadan deyirik. Amma yenə də ölkəmizdə olan son hadisələr bütün dünya xalqlarına bəyan oldu ki, yəni nədir da bu? Bunu təkrar etməklə olmur. Utanırıq ölkəmizdə baş verən hadisələrə görə. Amma bizi heç kim sustura bilməz. Buradakı gənclərin hamısı toplaşıblar bura. Qəhrəman sayıram hamısını. Bacardıkları işləri görəcəklər. İndividual, qrup şəklində ya nə bilim hər hansı bir sosial şəbəkədə aktiv olmaqla davam etdirəcəyik. Vətənimizi xilas edəcəyik. Yəni bunu heç kimə buraxmayacağıq bu ölkəni ki, belə bizlə rəftar etsin, bizim ölkəmizi kolxoz kimi, nə bilim salxoz kimi idarə etsinlər. Olmayacaq belə. Burada tədbirlər görəcəyik. İndi bu live videodan da sonra yenə dostlarla söhbət edəcəyik. Planlarımızı quracağıq. Lazımi planları quracağıq və vətənimizi heç kimə boş-boşuna buraxmayacağıq. Biz bu vətənin övladlarıyıq. Hamı kimi sevirik vətənimizi və dostlar da ki, mənimlə razıdırlar hamısı. Yenə kimin nə sözü varsa desin. Elə həmişə mən danışmayacağım. Bütün Azərbaycanı salamlayıram. Mən də bütün dünyada yaşayan Azərbaycanlara salam olsun. Bugünkü bura yarışmağımızın məqsədi Orduxanın bura gəlişi və sonunda Mehman Hüseynovun həbsi idi. Biz buradan izləyirik sosial şəbəkələrdən. Açıq adamın rəyi yanıdır. Ora baxanda, buradan baxanda həm komediya görünür, həm faciəli komediya görünür Azərbaycandakı bugünkü gedən olaylar. Yəni, narahat olmayın əziz xalqımız. Biz də burada ən azından əlimizdən gələn toplaşmaq, kiməsə məlumat vermək, yəni ölkədən ən azı, ən zəif, ən az ziyansız necə çıxa bilərik indiki dövrdən və gələcək dövrə gənclərimiz hansı istiqamətdə addımlamalıdır. Biz də əlimizdən gələn eləyirik. Sözüm sizlər ki, siz də aktiv olun, biraz bacardığınız paylaşımlar, bütün haqsızlıqlara göz yumun, paylaşın, bildirin, cəmaat agah olsun, oyansın. Həmişə nə qədər millət bir yerdə olsaq, nə qədər ağzı bilədili olsa, nəticə olacaq, səssiz qalmayacaq. Öpürəm, çox sağ olun, xalqım.
Dostlar, danışın, rahat kim ne istəyir desin. Türkiye'li kardeşimiz açıp dükkanı, yani biz buradayız. Sağ olsun. Destek gelir. Türkiye'den de bize destek gelir. O demek değil ki Türkiye'de ama Erdoğançıdır. Yok. Türkiye'ni yaradan devletin, Türkiye devletin yaradan, Türkiye Cumhuriyet'in yaradanı şekli var burada. Bunu yani unutmayın. Orada var, orada var. Her yerde. Dünyanın her yerinde. Gel. Türkiye büyük devlettir. O zaman ben de bir şey söyleyeyim arkadaşlar madem gelmişken. Öncelikle burada olduğum için gerçekten şu an çok mutlu oldum. Yani ben Türkiye'den daha 2-3 yıl önce geldim. Dışarıdan bakınca tabii Azerbaycan'ı böyle bilmiyorduk. Yani iç kısmını böyle bilmiyordum. Yani biz dost Azerbaycan, kardeş Azerbaycan. Onlar bizi seviyor, biz onları seviyoruz ama mutlu, mesut bir ülke olarak tanıyorduk. Ama buraya geldikten sonra Azeri arkadaşlarımızla konuştuktan sonra anladık ki o dışarıdan gözüktüğü gibi yani güllük gülistanlık bir yer değilmiş. Şu anda benim ülkemin de gidişatının aynı yolda olduğunu gördüğüm için daha iyi anlıyorum aslında. Ben ülkemin böyle olmasını istemediğim için şu anda sizin ne istediğinizi daha iyi anlıyorum. Umarım benim bundan 10 yıl önceye kadar yaşamış olduğum o güzel Türkiye'yi siz de bir gün Azerbaycan olarak, İnşallah. Azerbaycan değil mi? İnşallah. Olarak, inşallah siz de bir gün yaşarsınız. Emin olun. Başkalarına da hayır diyorum. Buradan Türkiye'ye mesaj verelim o zaman 16 Nisan'da hayır diyelim. Kardeşlerin birbirini toplanmak zorunda. Bunları tanıyorum. Teşekkür ederim. Buradakilerin namusunun Türkiye yol bağlandı. Kapandı yollar. Sen danışmaq istəydin. Mən də buradan Orduxan müəllimə öz təşəkkürümü bildirirəm. Gəldi, dəvətimizi qəbul elədi. Buradan bəzən Amerikada və yaxud başqa Avropa ölkələrində yaşayan Azərbaycanlıları sosial şəbəkələrdən də olsa aktivliyin, bəzi trollar mı deyim, bəzi vətəndaşlar mı deyim, qınayırlar. Yəni deyirlər ki, oradan oturub danışmaq asandır, rahatdır. Yəni buradakı olan gələn şəxslər də öz keyflərindən durub heç biri xaricə köçməyib. Yəni onlar da bəzi çətinliklərdən çıxıb gəliblər bura. Azərbaycanda olmayan söz azadlığını, azad biznes mi deyim, azad söz azadlığından qaçıb başqa ölkələrə sığınıblar. Yəni burada yaşayan hər birinin öz şəxsi gəliri, şəxsi yaşayışı, yaşayış tərzi Azərbaycana baxanda çox yüksək səviyyədədir. Onlar da buradakı fəaliyyətlərini vətəndə olan haqsızlıqlar düşünərək öz aktiv saxlamağa çalışırlar sosial şəbəkələrdə. Yəni biz bacardığımız qədər buradan hakimiyyətə, dövlətə olan etirazlarımızı bildiririk və eyni zamanda digər şəxslər də onlara dəstək olmağa çağırırıq. Yəni Azərbaycan xalqının bayramını təbrik edirəm. Həmişə belə azad olaq. Mən də hər birinizin bayramını təbrik edirəm öncəliklə. İkincisi də onu demək istəyirəm ki, yəni çox vaxt insanlar deyir ki, gedmisiniz oradan danışmaq asandır və yaxud da nə işiniz var danışırsınız. Yəni insanların içi yanır danışır. Yəni bura gələn insanların hər birinin içi yanır. Yəni istəyir ki, burada gördükləri şəraiti orada da insanlar yaşasınlar. Niyə də yaşamasınlar? Niyə də haqları yoxdur yaşamalar? Yəni bu hər birimizin istədiyi sadəcə odur. İnsanlar gözəl yaşasınlar, hər şeyə əlləri çatsın, xoşbəxt olsunlar, üzləri gülsün, hər kəs qara geyinib gəzməsin şəhərdə. Yəni insanlar şad olsunlar, xoşbəxt olsunlar. Məsələn, burada gəzirsən, insan üz-üzə gəlir, bir-birinə salam verir, bir-birinə gülür keçir. Azərbaycanda qonşuya girirsən, qapıdan podezdə girdiyin zaman qonşunun üzünə baxıb salam vermir. Yəni bu insanların üstündə olan artıq bu baskımı və yaxud da sosial bir gərginlikmi, bu hamısı bunun büruzəsidir. Yəni belə şeylərin olmaması üçün bu insanlar sadəcə haqq səslərini uzatmaq istəyir burada, əllərindən gələn köməkləri eləmək istəyir. Yəni hər birimizin də içi yanır, hər birimiz də istəyirik ki, bütün Azərbaycan xalqı yaxşı yaşasın, gözəl yaşasın.
yəni xoşbəxt olsunlar. İnsan kimi yaşasınlar, insan olduqlarını dərk etsinlər. Ya, adicə dükana, süpermarkete girəndə tək Amerikada demirəm də, Avropada da. Ya alış-veriş eləyib dükandan çıxana qədər bəlkə 10 dəfə sənə salam, sağ ol, salam, sağ ol. Ya inanırsınız, inanılmaz dərəcədə adam hərdən bir ifrat dərəcəsinə gəlir ki, ya bu sünidir. Amma görürsən doğrudan da bu süni deyil. Bu insanlar belə tərbiyə alıb. Yəni dövlət belə qurulub ki, insanlar bir-birinə o qədər mehribandır ki, adam şoka düşür ki, yəni Azərbaycanda salam verirsən dükana girəndə hamı belə baxır ki, bu kim idi girdi dükana? Bəlkə səhv deyiləm. Mən 10 ildə olmam, amma dəqiq bilirəm ki, mən olduğum vaxtlarda da dükana girib salam verəndə hamı belə baxır ki, bu kimə salam verir? Hamı problemlidir, Yəni elə bir adicə bir şeyi belə düzüb qoşmaq yarada bilməyiblər bu insanlar. Elə bir gərgin həyat yaşatdırırlar ki insanlarımıza. İnsanlar bir-birinə düşman səviyyəsinə gəlib çıxıblar. Qardaşı qardaşa düşman eləyirlər, bacını bacıya düşman eləyirlər. Yəni bu hara qədər gedəcək? Bununla siz nə demək istəyirsiniz? Bu insanların sizə günahı nədir Azərbaycan xalqının? Niyə düşmənçilik edirsiniz bu xalqla? 25 ildir yediğinizi yemişsiniz, içtiğinizi içmişsiniz, sattığınızı satmışsınız, ne bileyim tuttuğunuzu tutmuşsunuz, öldürdüğünüzü öldürmüşsünüz, milyardları ölkədən kənara daşımışsınız, ölkənin içində yeyib dağıtmışsınız. Bu xalqı sərbəst buraxın da. Bu insanları sərbəst buraxın, insanlara azadlıq verin, dövlətçilikdən belə danışırsınız. Dövləti insanlar qurur. Ya insanların Azərbaycanı gündə neçə insan tərk edir. Yani bunlar niye ülkesini terk edip gitmelidirler? Bu ne hansı bir siyasettir ki siz bunu yeridirsiniz? İnsanlar Azerbaycan'ı terk... Rusya kimi devlette 3 milyon Azerbaycanlı çörek kazanır. Durmadan inkişaftan ne bileyim neden danışırsınız? Bunların burada oturan insanlar ben de içinde olmalıyım. Biz Azerbaycanımızda da yaşayabiliriz. Ve Amerika kosmos değil. Amerika'ya biz turist gibi de gelip gezip gidebiliriz. Gürcüler Avrupa'ya vizasız gelip gidecekler. Gürcistanlılar. Biz de heyle gelip gidebiliriz istediğimiz kimi. Niye biz çörek pul aktarmalıyız? Harda olur olsun Azerbaycanlı bir qarın çörek aktarır. Niye? Gürcü tələbə 10 il viza alır Amerikaya. Bir dəfə girir, 10 il viza alır. Onu istediği kadar gelir Amerika'ya gelir təhsil alır. Biz maksimum bir... Beğenmediğimiz Gürcüler. Çünkü büyük orada sivil bir hökumət olub, sivil cəmiyyət Yani olub. even düşünün, yani Azərbaycan vətəndaşı green card qalibi olanda belə gedir Gürcüstandan green cardını alır. Yani elementar, yani ölkəni o günə qoymusunuz ki, yani sizə green card'ı belə güvənmirlər kişi. Siz nədən danışırsınız? Yani hansı inkişafdan danışırsınız? Nədən danışırsınız? Ümumiyyətlə, yəni mənə çox maraqlıdır ki, yəni mənim qabağımda məsələn İlham Əliyev oturasan burada, mənə nədən danışa bilərsən? Mənə çox maraqlıdır. Yəni sən neynəmsən? 3 dənə badımcan tikmişsən orada elə biz ki, İnanın ki, dünyada sivil cəmiyyətlərdə tikintiyə yatırılan pul, ev tikintisinə, otel tikintisinə yatırılan pul ən ölü pul sayılır. Ölkəyə gətirmişsiniz, doldurmuşsuz maşınları, bomba sürürsünüz, elə biz ki, elə hamı gəlirdi ki, halal olsun. İqtisadiyyatımız bombadır. Ölkə qurmuşsuz. Ölkədə Spitskanı Rusiyadan gətirsək siz. Jajigal, yəni o nədir ki, çaxmadır. Yandırqalka nədir? Onu belə xaricdən gətirirsək siz. Yəni nə inkişaf, nə dövlət, nə əskərə göndərir ana övladını, üstünə meydini göndərirsiniz. Həkimə göndərir, öldürürsünüz. Sağ ayağını kəsirlər. Sağ ayağını kəsib, həkimin özüm tibbi qutarmışam, nə rəzalətlər görmüşəm mən orada. Yəni ümumiyyətlə nədən danışa bilərsiniz siz? Heç bir şeydən danışmağa haqqınız yoxdur yəni. Burada oturan hər bir gənc, mən onu əminəm ona, Azərbaycanın hər hansı bir yüksək səviyyəli məmuru susturar. Hər hansı bir debatda. Hər hansı bir debatda bax buradakilər əminəm ona. Bəy, adamlar oğurluqdan başqa heç bir iş görməyiblər. Nə danışa bilər? Moşennik. Yəni yəni ölkədə elə bir rüşvətin elə bir səviyyəsi yoxdur ki, elə bir quruma orada rüşvət olmasın. Bir dənə test qalmış. Yəni alınıb satılmayan maddiyata, yəni pula qoyub, yəni pul dəyəri olmayan elə bir şey qoymamışsınız ölkədə yəni. Yoxdur qardaş. Bir de deyirlər ki, siz hardan maliyyələşirsiniz. Gör insanlarımızın beyninə elə şeylər yeridiblər ki, yəni vətənini öz pulu ilə sevən oğlan ola bilməz. Vətən ondan ötəridir ki, Azərbaycan ondan ötəridir ki, sən bir vəzifəyə pul verib gələsən və
dövləti talan edib dağıdasan. Hər hansı bir vicdanlı, şərəfli, namuslu Azərbaycanlı öz pulu ilə Avropadan uçub gəlib Amerikada Azərbaycanlılarla görüş təyin eləyə bilməz. Bunun arxasında masonlar durur. Yəni çünki bu dövləti idarə edənlər elə bir siyasət yeridirlər ki, yəni sən öz başına kimsən ki sən nəysə eləyəsən. Yəni başa düşmürlər ki, bir qarışqa bir fili yıxa bilir. Bir qarışqa bir fili yıxa bilir. Yəni insanları bu qədər aşağılamayın ki, bu kimdir ki, bunun arxasında kim durur? Hər bir Azərbaycanlı vətənini sevməyə layiqdir və öz hesabına, öz maliyyələşmə, özdəki nə olub ki, masonlar niyə bizə maliyyələndirməlidirlər ki? İnsanlar pul qazana bilmir. Azərbaycanda nə qədər biznesmenlər var. Pul qazanıb, yəni özümüz biletimizi alıb, burada məna var. Sən zəngin ola bilərsən, keyfinlə yaşaya bilərsən, amma Azərbaycan üçün öz puluna heç nə eləyə bilməzsən. Çünki bugün dövləti idarə edənlər ancaq Azərbaycanı soymaqla, talan etməklə məşğuldurlar. Öz pulu, aysa o, sən pulunu qazanmışsın, get kef elə də Azərbaycan üçün niyə canın yanır? Xalqın deyir, dərdin çəkənin gözü kör olur. Yox, Azərbaycanı sevən oğlanlar, qızlar çoxdur, çoxda olacaq. Bundan da sonra amansızcasına Azərbaycanı talan edənlərə qarşı mübarizə aparacağıq öz hesabımıza. Heç bir masonun, heç bir pasonun hesabına yox. Biz də yetərincə insanlarıq. Dağıtdınız, çox sağ olun. Dağıtdınız bizi dünyanın başqa ölkələrinə, biz də yerimizi göstərəcəyik sizə. Dostlar, indi live çəkdik, göstərdik, yəni canlı. Azərbaycanda səhər olduğuna görə həm də 6-cı gün, yəni çox insanlar yatır. Hələ indi ayılırlar. İndi baxanların sayı 250-yə çatır. Çünki mən demişdim ki, saat 10-da Bakı vaxtı ilə, indi bax, indi yaqin 6-cı gün olduğuna görə üzr istəyirik. Amerikada gecədir. Biz Türk qardaşımız bizi burada misafir edib, qonaq edib. Bütün gələn dostlara və ürəyi bizlə olan dostlara təşəkkürümü bildirirəm şəxsən Orduxan olaraq. Bağrıma basıram hamınızı. Təşkilatçılara təşəkkürümü bildirirəm. Əflatun ideyanı irəli sürüb Boston şəhərində görüşü təşkil eləyib. Amma bu o demək deyil ki, ideyanı Əflatun verib, burada toplaşan insanların hamısı təşkilatçıdır, hamısı mənim üçün. Ayrılıq, seçkilik söhbəti ola bilməz. Kimisə qəhrəman, hər birimiz qəhrəmanıq. Biz bir ölərik, min doğularıq. Yəni bizi, Mehmanı, Orduxanı, Məmmədi, Həsəni, Fuadı, nə bilim, ilkini susturmaqla bayramı, qiyası olmayacaq. Bayrama, qiyasa, bütün siyasi məhbuslara azadlıq istəyirik. Mehmana, Şura anaya salam göndəririk. Bütün analara, bütün qəhrəman analarımıza salam göndəririk. Bu ədalətsiz rejimə qarşı mübarizəmizi davam etdirəcəyi söz veririk. Bu işin içində ölüm belə olsa var da biz yolumuzdan dönməyəcəyik. Çünki Azərbaycanın azadlığı bizim şərəfimiz, namusumuzdur. Bir ananın, bacının namusuyla heç kim özün sərhədləndirməsin. Bütün haqqı pozulan analar, bacılar bizim anamız, bacımızdır. Bütün əskərlər, şəhid olan əskərlər bizim qardaşlarımızdır. Çünki vətən təkdir, onun qayğısını çəkmək bizim borcumuzdur. Öpürəm sizləri, inşallah görüşənə qədər. Sağ olun. Novruz bayramınız mübarək olsun, hamımız birdən. Novruz bayramı